Cəlilabad rayonunda məktəblilər arasında baş verən mübahisə qısa müddət ərzində böyüklərin də qarışdığı ağır cinayət hadisəsi ilə nəticələnib. Hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. 5-ci sinif şagirdi olan övladının döyülməsi barədə xəbər alan İlqar Quliyev, məsələni aydınlaşdırmaq üçün bir neçə yaxını ilə birlikdə hadisənin səbəbkarı sayılan 9-cu sinif şagirdinin atası Nicat Cəbiyevin yaşadığı ünvana gəlib. Tərəflər arasında başlayan söhbət qısa zamanda kəskin mübahisəyə çevrilib və vəziyyət gərginləşərək qarşı durma ilə nəticələnib. Ağı ilə gördüm, elə burada yerdə ağı ilə vurur, sonra mən ayrılandan sonra heç nə. Mübahisə zamanı yaranan fiziki qarşıdurmadan sonra Nicat Cəbiyev üzərində olan mətbəx bıçağı ilə İlqar Quliyevə çoxsaylı zərbələr endirib. Qarın döş qəfəsi və dirsək nahiyələrindən ağır xəsarətlər alan İlqar Quliyev təcili olaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olaraq qalır. Mayın 8-i 20:00-da Uzuntəpə kənd sakini deməli Quliyev İlqar Abbasquluoğlu 1985-ci il təvəllüdlü xəstə kişi cinsi ağır vəziyyətdə daxil olub. Çox saylı bıçaq yaraları ilə kəsilmiş, deşilmiş yaralar. Onun 4-ü qarın boşluğuna, 3-ü isə döş boşluğuna nüfuz eləyib. Qarın boşluğunda nazik bağırsaqlarda çox saylı kəsilmiş, deşilmiş yaralar, mədədə istifazinoid yara, çoxluca qan itirmə, döş boşluğunda təqribən 3 litrə yaxın qan itirmə, yaralar aprobotik olunub. Xəstə hal-hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti keçirilmiş əməliyyatın ağırlığı dərəcəsinə vafiqdir, stabildir, inşallah yaxşı olar. Hadisəni törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Baş vermiş hadisə ilə bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Elvin Qudratov, İlqar Mustafayev, Bu Gün İnformasiya proqramı üçün.